Qədimdən şeir qəfəsi deyərlər. Özü də hər səsin, hər yandan qonağa gəlsə, gətirərlər mənim qəfəmə. Bir dənə Musavi Əqdəm şöhrətimdir. 1314-də təvəllüdümdür. Meşik yolundaydı, yol qəfəmiz var idi. Bir zaman təzəkətdə olmuşam. İndi paçıqaq var ha orada. Orada da getmişəm doğduğu zaman Meşin yoluna. Ta İnqilab Piruz olana kimi, ondan sonra gəlmişəm Əhərə. Əhərdə daray altında qəfəm var idi, idarədə idik. 85-də gəlmişəm bura. Bura öz mülkümdür. Çox pul söymərik, şəxsiyyətimizi söyərik. Qəfəmiz aramış olsun. Burada heç də olmaz. Bəd danışan olmaz, çoxluq eləyən olmaz, əyrotlan olmaz, biri-birinə bir söz deyən olmaz, biri-birinin dalından qeybətini eləyən olmaz. İndiyə kimində bir dənə məmur mənim qəfəmə gəlmir. Qədim ki, yol qəfəmiz olanda, onda heşərxan kəsərdi, kəhlik olardı, təbii toyuq olardı, onlardan pişirərdik, verərdik. Onda məsələn, qaylanın biri 2 kilonudur, 1 kilonudur. Meyveyi qəfiyə qoymaram. Küplərimiz də qəşəkdir, təmbəkimiz də xalis olar, kömürümüz də xalis olar, müştərimiz də xalis olar. Birini Xuda nəşərdən ehtiyacı olsaydı, onu öz aramızda cübdan elərdik, yığardıq, yavaşca ona yetirərdik ki, heç kəs bilməsin. Qədim zaman ki, biz o yol qəfəsində olanda, paçıqlarla rübərüydü, şikayət edən çox olardı, dav eləyən çox olardı. Gələrdik orada qəşəng nahar verərdik onlara, sübhanə verərdik, çay qaylan verərdik, qəşəng öpüşdürərdik. Qoymazdıq gedələ paçıqaha şikayət edəyənlər. Dedən məsələn, bəndə zadiyə deyərdim ki, evdən qət gətir. Görərdim bu yavaş-yavaş dənə çıtlıya gəlir. Qəfəni verilərdi, bunu qovardım. Arvadlar dedi, qardaş, nəyi aparıbdı? Deyədim, heç dadım apardım, bunu öldürəcəyəm. Bu qaçardı, mən qaçardım, bu qaçardı, mən qaçardım. Gələrdim, görərdim, qəfədə bir-birinə. O qədər əlaqəm vardı qəfiyə. Deyədim, gecə olmasın, günüz olsa elə işləyim. O qədər nəzafətim var idi, o qədər sərqəm var idi, səhmanım var idi ki, əslan hamı bəhbəh vurardı. Mən ki, neçə ildir qəfəçiyəm, o anlamışam ki, insana bir düzlük, bir yaşlılıq qalacaq. Ondan sonra heç yoxdur.